Bir dənə yeri su olsun da. Mən bu işi götürəndərimə bir 5-10 min pulum vardı əlimdə. Fikirləşdin Bu qədəri işdir. Mən fikirləşdim ki, bu qədəri ola bilərdi də, yəni. Bir möcüzə ilə rastlaşdım mən. Biz orada elə bir istehsalla məşğul olduq ki, o elə bir pul gəldi ki, işi başlayandan sonra elə bir pul gəldi ki, sənə, mənə, hə. Ömründə görməmişdim o pulu. Mən ömrümdə o pulu görməmişəm. Toya gedirdim, azmaz. Hələ aman verirdilər ki, ay Elnarə mərsi oxuyur, falan şey falan oxuyur. Tarçaman sən də nə qədər toya gedərsən ki? Özümü gücünə idarə edirdim, evi, ocağı gücünə də. Yəni Elnarənin o qədər pulu var ki, su çəksin. Mən kimi vaxt apardım. Nə qədər maliyyə apardı? O 5-10 minə əmələ gələcək iş. O iş 260 desəm 70 minə yaxın pul apardı. Gəldi də amma, hə? Çox qəribə gəldi. Onda balaca bir evdə otururdum. Çatmayanda qızıllarımı satdım. Suyu çəkmək üçün. Sıxışanda satdım. Hətta bir dənə evim vardı, onu da satdım. Sıxışanda satdım. Artıq başlamışam bitməliyəm.